Hamınızı salamlayıram. Mən Səkinə Zülfüqarova, Bakı şəhər 266 sayılı orta məktəbin tarix müəllimiyəm. Mən ümumiyyətlə dərslikdə 7-ci sinifin orta əsrlər tarixi dərsliyindəki detalları biz hamımız bilirik və burada çox uyğun, çox gözəl, əhatəli şəkildə hamımız şərh elədik. Və mən bir-bir o detallara daha qayıtmaq bir də istəmirəm, çünki kifayət qədər səsləndim. Mən nə demək istəyirəm? Baxın, bizim bugün Azərbaycan dövləti islahat həyata keçirir, təhsil islahatı. Və hər il milyonlarla pul xərclənir, yenidən dərsliklər yenidən işlənir. Mən bir şeyi düşünürəm. Mən 33 ildir məktəbdəyəm, sırf tədrislə məşğulam, məktəb işini bilirəm. Və mənə həmişə qaranlıq bir şey qalır. Hər hansı bir mövzu dərsliyə salınır, tədris olunur. Baxın, o mövzu məqsədi olmalıdır. O mövzu nə istəyir, nə deyir, uşaqdan nə istəyir, nəyi öyrətməyə çalışır. Bugün kurikulum islahatı həyata keçirilir. Bu islahat nədir? Yaddaşdan təfəkkürə keçir. Gəlin görək bu dərslikdə öz əksini necə tapır. Bugün biz məktəbi yaddaş məktəbindən, hafizə məktəbindən, təfəkkür məktəbinə keçiririk. Məntiqi təfəkkür, tərbiyyə təfəkkür, yaradıcı təfəkkür formalaşdırmağa çalışırıq. Deyirik ki, uşaq özü faktı tapmalıdır, özü bu nəticəyə gəlməlidir, özü tədqiqat aparmalıdır. Bəs bu dərslikdə necə öz əksini tapır? İstər 7-ci sinif olsun, 6-cı sinif olsun, yaxud gələcək təhsillər olsun. Axı bu dərslikdə sırf material sadalamaq, sırf faktları sadalamaq, sırf bir-birindən əlaqəsi olmayan məsələləri orada qabatmaq, bu bizə nə verir? Məncə bu bizə heç nə verir. Biz o mövzuda, o dərslikdəki o mövzuları məqsədli şəkildə qoymalıyıq. Bəzən bir şəklin öyrətdiyi bir şeyləri yüzlərlə cümlə öyrətmir. Bəzən bir xəritənin öyrətdiyini, bütün bir kitab öyrətmir. Biz dərslik yazanda mən çox xahiş edirəm bütün müəlliflərdən, dərslik müəlliflərindən, eləcə də bu işlə məşğul olan hər bir adamdan bunu nəzərə alsın. Və biz bugün artıq yeni bir tendensiya var məktəbə qarşı, dərsliyə qarşı, öyrənməyə qarşı. Onu biz əsas məqsəd kimi götürməliyik. Və biz çalışmalıyıq ki, baxın, biz fakt sadalamaktan daha çox onu anlatmağa çalışaq. Onu daha sadə şəkildə. Biz nə edirik? Biz ümumiyyətlə dərslik işləyəndə bizə elə gəlir ki, orada nə qədər çətin cümlə varsa, orada nə qədər uzun cümlə varsa, orada nə qədər vergüllər və durğu işarələri varsa, bu daha yaxşıdır. Bu belə deyil. Ən yaxşı öyrətmə sadə öyrətmədir. Ən yaxşı öyrətmə sadə şəkildə öyrətmədir. Uşağın başa düşdüyü şəkildə öyrətmədir. 7-ci sinifin şagirdi bir 8 hissəli bir cümləni oxuyub başa çatana qədər onun cümlənin əvvəli nə demək istəyir, onu artıq unudur. Mən bəlkə də dəxil olmayan şeylər deyirəm, bilmirəm, amma baxın, biz nəzərə almalıyıq, bir məqsədimizi qoymalıyıq. Mən bir sözünü tutdum, mən Fatimə çox böyük hörmətim var, kollegam kimi, eləcə də hər birinizə çox böyük hörmətim var. Fatimə bir sözünü mən tutdum bayaq, dedi ki, proqramdadır günah. Baxın, biz bugün dərsi yazırıqsa proqram, dərslik və dövlətin təhsillə bağlı siyasəti üçü üst-üstə oturmalıdır. Dövlət nə istəyir? Təlim nəticələri bugün var. 5-ci sinifi bitirəndə, 6-nı, 7-ni bitirəndə bu uşaq nə bilməlidir? Bu artıq bəllidir. Əvvəlcə biz bir neçə müəllim eyni proqramla öyrədirdik. Nəticədə şagirdlərimiz fərqli idi. Mənim uşaqları deyək ki, xronologiyanı çox gözəl bilirdik, mənim işləşir müqaviləsin, hafiz mənim öyrətdikləri başqa bir məsələləri. Amma bugün bundan qaçırıq. Biz deyirik ki, nə ilə və necə öyrədirsən öyrət, sonunda bu nəticəni ver, təlim nəticəsi. O təlim nəticəsi standartlarla qaydalanır. Yəni, bax, standart qoyur dövlət. Standart nədir? Dövlət tələbi. Dövlət tələb edir ki, bunu uşaq bilsin. İndi onu bilsinə biz necə gələcəyik, hansı yolla və nə şəkildə? Onu müəyyən etməliyik. Müəyyən etməliyik ki, necə eləyək ki, həm öyrətmə prosesi asanlaşsın, həm sadələşsin, həm də bu işdə bizim xeyrimiz olsun. Yəni, məqsədimizə çatar. Deməli, proqram, dövlətin siyasəti, təhsillə bağlı siyasəti, ona uyğun hazırlanmış proqram və ona uyğun sadə şəkildə hazırlanmış dərslik. Bu üçü bir-birini tamamlamalıdır, o məsələlər dərslikdə qabarmalıdır. Burada nə bilim, imperiya yazıldı, nə bilim, imperatorluq yazıldı, bunlar da fərqlərdir. Mən tarix müəllimi kimi sizin hər birinizlə razıyam. Amma o detallara getməkdən daha əvvəl daha böyük məsələlər var. Və o daha böyük məsələləri, o dərslik müəlliflərinin diqqətinə mən çox xahiş edirəm, çatdırmaq lazımdır bizim adımızdan ki,
Onlar bunu nəzərə alsınlar. Əgər o məqsəd bəlli olsa, deməli nəticəmiz olacaq. O məqsəd bəlli olmasa, biz bir şey əldə Çox sağ olun. edəməyiz. Məni dinlədiyinizə görə hər birinizə təşəkkür edirəm. Sağ olun. Sağ olun. Sizin Başqa kimin sözü var?